Uşaqlar, kim gəlir lövhədə adını çəkdiyim dənizi göstərir və adını üzərinə qeyd edir. Həmçinin tutduğu coğrafi mövqeyə görə hansı qrupa daxildir, onu da qeyd eləməyi unutmur. Yəni. Kim gəlir? Fərid, gəl. Qələmi seçirik. Aralıq dənizini. Aha, həm də daxili dəniz. Əyləş, çox sağ ol. Yaxşı, bir dənə də körfəz deyirəm sənə. Bengal körfəzi. Kim gəlir başqa? Ayaz, gəl. Ayaz, sən Hudson körfəzini göstər. Aha. Hudson, əla, gözəl, afərən. Cəbəl Tarix boğazını göstər. C-la yazsan yetərlidir, bir də yerini göstər. Ayson, dairəyə alarsan. Oldu, təşəkkür. Boğaza tərif verə bilərsən, Ayaz. Mənim iki su sahəsini birləşdirən yox, ensuz olan. Ayson, afərən. Gəl, Aysel. Aysel, Yapon dənizini göstər. Y yazsan yetərlidir, çünki sıçdıra bilməyəcəksən. Aysolun. Başqa sənə nə deyək? Meksika körfəzini. İşte Mozambik boğazı, dünyanın ən uzun boğazı. Mozambik boğazını göstər. Ən uzun. Aysol. Əla, oldu, təşəkkür. Yetərlidir. Kim gəlir? Fatimə, gəl. Sən deməli göstər Baltik dənizini. Ayson, Baltik. Kim gəlir? İbrahim, gəl. Hə, körfəzi göstər, böyük Avustraliya. Aha, körfəzi tərif ver. Deməli, sən göstərirsən Alyaska körfəzini. Aha, lap da böyük yazdım. Dünyanın ən enli boğazı hansı boğazdır? Aha, göstər. Ləman, sən göstər Panama bərzəxini.